cəmiyyətdə və hazırda bu iki boksçunu biz finalda izləyəcəyik. Hər kəs bu görüşü də böyük maraqla izləyir və baxa görə bu qarşılaşma hansı hesabla yekunlaşacaq. Yeniyetmələrin ilk olimpiya oyunlarında Singapur Olimpiyadasında bu boksçu açılış mərasimində Azərbaycan Respublikasının dövlət bayrağına aparırdı və həqiqətən də yeniyetmələrin olimpiya oyunlarında hər kəs Şabandan uğurlu nəticə gözləyirdi. Sadəcə həmin yarışda bir qədər çox çəki salmışdı boksçu və bu səbəbdən də Singapur Olimpiyadasında istədiyi nəticə əldə edə bilmədi. Mükafat sarsasına düşə bilmədi. Amma buna baxmayaraq milli komandanın rəhbərliyi, eləcə də federasiya rəsmiləri bu boksçuya güvənməkdə davam edirlər və Şaban Şahbələngov finala kimi irəliləməsi də çox şeydən xəbər verir. Cəmi 17 yaşı var bu boksçunun və həqiqətən də çox güclü idmançı sayılır. İndi bir xal İlkin Ağayevə verildi. İlkin Ağayev 1-0 hesabı ilə önə keçir. İlkin Ağayevdə qeyd etdiyim kimi artıq bir müddətdir ki, yığma komanda heyətində yer alır. Onun şəxsi məşqçisi Nəriman Abdullayevdir. Milli komandamızın məşqçilərindən biri. 2009-cu ildə İtaliyada dünya çempionatında mübarizə apardı, eləcə də bu il Moskvadakı Avropa çempionatında, amma hər iki böyük yarışda ilk görüşlərdə uçaraq mübarizəni dayandırıb. Yəni bu boksçunun elə bir nailiyyəti olmayıb. 1-0 hesabı ilə hələ ki İlkin Ağayev bu döyüşdə öndədir. Gənclər arasında dünya birinciliyində ən texnikal boksçu üçün ayrılmış xüsusi mükafatda məhz Şaban Şahbələngova təqdim olmuşdu. Həmin vaxt ümumiyyətlə boks mütəxəssisləri Bakıya gəlmiş qonaqlar bu boksçunu Şahbələngovun döyüş tərzinə xüsusi vurğulanmışdılar və onun ən texnikal boksçu kimi xüsusi olaraq qeyd etmişlər. Və baxağa görə bu dəfə Azərbaycan çempionatında böyüklər arasında Respublika çempionatında finala kimi irəliyib o və onun rəqibi İlkin Ağayevdir. İlkin Ağayev son kubokun, ölkə kubokunun da finalına yüksəlmişdi. Lakin həmin vaxt o Rəhim Nəcəfova uduzaraq ikinci yerlə kifayətlənməli olmuşdu. Bu dəfə isə Rəhim Nəcəfov yeni çəki dərəcəsində mübarizə aparır. Rəhim Nəcəfov bu dəfə ...56 kilogramda döyüşür və Rəhim Nəcəfov finala kimi irəliyib. Hər iki boksçunun azarkeşləri, hər iki boksçuya böyük dəstək olurlar və tribunada hər iki idmançını həvəsləndirirlər. Onlardan qələbə gözləyirlər. Həm Şaban Şahbələngova, həm də İlkin Ağayevə həqiqətən də çox gərgin və maraqlı bir final qarşılaşmasını izləyirik. Hələ ki hesab 2-0 birinci raundda İlkin Ağayevin xeyrinədir. Beləliklə ilk raund başa çatır və 2-0 hesabı ilə ilk raund İlkin Ağayevin üstünlüyü ilə yekunlaşır. Amma ilk raundda həqiqətən də Şaban Şahbələngov da çox yaxşı döyüşdü. Hazırda onun məşqçisi Rəhim Feyziyev ona müəyyən məsləhətlər verir. Və bir qədər sonra bu boksçular ikinci raundda yenidən döyüşü davam etdirəcəklər. Əlbəttə ki, ikinci raundda artıq Şaban Şahbələngov hesab fərqini azaltmağa çalışacaq. Yaxın plandan siz İlkin Ağayev görürsünüz. Rabitə idman cəmiyyətini təmsil edir. Boksçu ümumiyyətlə artıq komanda hesabında Rabitənin birinci yeri tutması təsdiqlənib. İkinci yeri Neftçi İdman Sağlamlıq Mərkəzinin boksçuları tutub. Üçüncü yeri isə komanda hesabında Sədrək klubunun üçüncü nəticə göstərib. Rabitə isə bu yarışda demək olar ki, bütün çəki dərəcələrində finalda təmsil olunurdu. 52 kilogramda, 56 kilogramda hər iki boksçu Rabitəni təmsil edir. On üç boksçunu biz bugün Rabitə İdman Cəmiyyətinin boksçusunu finallarda görəcəyik. Artıq milli komandanın bazar rolunu oynayır Rabitə və əvvəllər
Respublika miqyaslı yarışlarda daim rabitə ilə Neftçi İdman Sağlamlıq Mərkəzinin boksçular arasında çox gərgin və maraqlı mübarizənin şahidi olduq, amma bu dəfəki yarışda rabitənin üstünlüyü açıq-aşkar nəzərə çarpır. Neftçi İdman Sağlamlıq Mərkəzi rabitəyə bu yarışda ciddi müqavimət göstərə bilmədi. Hesab 2-0 İlkin Ağayevin xeyrinədir və yenidən referi görüşü davam etdirir. Hələ ki İlkin Ağayev Şaban Şahbələngəvi məğlub edib. Az öncə dünya birinciliyinin qaliblərindən biri Salman Əlizadə finalda el bilməmiş Sadiq uduzdu. İndi isə digər dünya birinciliyinin qalibi Şaban Şahbələngəv İlkin Ağayevlə döyüşür. Hələ ki hesab 2-0. İlkin Ağayevin xeyrinədir. Artıq 3-cü xalda qazanıb İlkin Ağayev. 3-0 hesabı ilə ikinci raundda bu boksçunun üstünlüyü var və hələ ki Şaban Şahbələngəvin bir zərbəsinə belə hakimlər xal verməyiblər. Referi görüşü dayandırır. Sadəcə Şaban Şahbələngəvin geyimi qaydaya salınmalıdır. Onun dəbilqəsini məşqçisi möhkəmləndirəcək və bundan sonra yenidən döyüş davam etdiriləcək. Rəqibin üzərinə gedir artıq Şahbələngəv. Ondan bir dəqiq zərbə endirməyə müvəffəq oldu. Hesab 3-1 olur. Artıq itiriləsi heç nəyə qalmayıb bu boksçunun və bu səbəbdən də riskə gedərək irəli atılır və dəqiq zərbələrlə İlkin Ağayevə çətin anlar yaşatmağa çalışır və onun zərbələrindən birini az öncə hakimlər xal verdilər. Hesab artıq 3-1 olur və indi bu cür əlbəttə zərbələrlə İlkin Ağayev təsir etmək olmur. Çünki o vaxtında geri çəkir, başını aşağı əyir və bu səbəbdən də Şaban Şahbələngəv hələ ki rəqibinə dəqiq zərbə, yalnız bir dəqiq zərbə endirib, hesab 3-1-dir. Dördüncü zərbəsi də İlkin Ağayevin qeydə alındı. Şaban Şahbələngəv hələ ki İlkin Ağayevin taktikası ilə döyüşmədə çətinlik çəkir, yəni onu bu yolla məğlub etmədə bir qədər çətinlik çəkir və hesabı da az öncə ekranlarınızda gördünüz. 4-1 hesabı ilə rabitə klubu nümayəndəsi İlkin Ağayev rəqibini məğlub edir. 3 xal üstünlüyə malikdir bu boksçu. Azərbaycan Boks Federasiyasının rəsmiləri, Federasiyanın birinci vitse-prezidenti Ağacan Əlbiyev, eləcə də Federasiyanın vitse-prezidenti Süleyman Mükayevov bu görüşləri böyük diqqətlə izləyirlər və indi İlkin Ağayevə xəbərdarlıq oldu və bunun sayəsində də Şaban Şahbələngəvin aktivinə 2 xal yazılır. Artıq hesab 4-3 İlkin Ağayevin xeyrinədir. Mübarizədən yayındığı üçün İlkin Ağayevə referi xəbərdarlıq etdi və boks qaydalarına əsasən 2 xal bu zaman rəqibə verilir. Hazırda hesab 4-3 İlkin Ağayevin xeyrinədir. Qızıləcək klubunu təmsil edir Şaban Şahbələngəv və tribun olaraq toplaşmış bu klubun digər nümayəndələri də bu boksçuya böyük dəstək olurlar. Yeri yanılmasına baxmayaraq bu klubun artıq kifayət qədər uğurları olub və ən böyük uğurlarından biri də Şaban Şahbələngəvin dünya birinciliyinin qalibi olmasında, eləcə də 2010-cu il dünyanın ən yaxşı gənc boksçusu seçilməsindədir və bundan sonra da bu klub öz işini davam etdirmək niyyətindədir və gələcəkdə də əlbəttə ki biz Qızıləcək klubunun nümayəndələrini müxtəlif yarışlarda görə biləcəyik.
yeniyetmələr və gənclər arasında Respublika miqyaslı turnirlərdə də bu klubu təmsil edən boksçular həqiqətən də uğurlu nəticələr ilə seçirlər. Hazırda hesab 4-3 İlkin Ağayevin xeyrinədir və bu arada Şaban Şahbələngov hesabı bərabərləşdirir. Onun dəqiq zərbəsini hakimlər qeydə alırlar. 4-4. Çox maraqlı bir final qarşılaşmasını izləməkdə. Hesab artıq 4-4-dür. 3-cü raund gedir və bir qədər sonra 3-cü raund yekunlaşacaq. Həqiqətən də indi referi görüş saxlayır və Şaban Şahbələngov bildirir ki, başdan aşağı əyərək döyüşmək olmaz. Bu qaydalara ziddir. Hesab bərabərdir. 4-4-dür və görüş əgər bu hesabla başa çatarsa, hakimlərin rəyinə əsasən rəqibinə daha çox zərbə indirmiş, daha çox zərbəyə cəhd göstərmiş boksçuya xal veriləcək. Hələ ki, tabloda hesab 4-4-dür. Gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahbələngov İlkin Ağayevlə mübarizə aparır milli komandamızın üzvü ilə və həqiqətən də bugünün ən maraqlı final görüşlərindən biridir. Bundan öncəki qarşılaşmada da biz gərgin rəqabətin şahidi olduq. Elvin Məmşizadə 7-5 hesabı ilə Salman Əlizadəni məğlub etdi və hazırda Şaban Şahbələngovla İlkin Ağayev arasında olan qarşılaşmada isə hesab 4-4-dür. Ağayev rəqibinə dəqiq zərbə indirdi sağ əli ilə və hakimlər bu zərbəyə xal verdilər. Hesab 5-4 olur. Orta məsafədən əlini açaraq rəqibinə doğru dəqiq zərbə vurdu və artıq son saniyələrdir. Yəni Şaban Şahbələngovun yerəl atılıb rəqibinə dəqiq zərbələr indirməyə cəhd göstərməlidir. Onun bundan başqa əlacı yoxdur. Əks halda o məğlubiyyətlə üzləşməli olacaq. 5-4 hesabı ilə rəqibinə uduzur Şaban Şahbələngov. Artıq 3-cü raundun son saniyələridir və bir qədər sonra bu döyüş yekun olacaq. Hələ ki, İlkin Ağayev 5-4 hesabı ilə rəqibini məğlub etməkdədir. Bu dəfə Şahbələngov rəqibinə doğru zərbə vurmağa çalışdı, ancaq bu zərbə nədənsə xal verilmədi. Sol əli ilə irəli atılaraq rəqibinə doğru zərbə indirməyə çalışdı, cəhd göstərdi. Hesab 5-4-dür, hələ ki İlkin Ağayev öndədir və bir zərbə dəqiq olarsa Şaban Şahbələngov hesabı bərabərləşdirəcək. Amma hələ ki o rəqibinə uduzur bir xalla. Bugünün ən maraqlı final görüşlərindən birini izlədik. Hesab 5-4 İlkin Ağayevin xeyrinədir və bu hesabla İlkin Ağayev Azərbaycan çempionatında bir xal fərqlə qalib gəlir. 4-5 hesabı ilə Şaban Şahbələngov məğlub edir. Həqiqətən oradan da günün ən maraqlı final görüşlərindən biri idi. Şaban Şahbələngov da bu gün rəqibi ilə başa-baş mübarizə apardı. Rəqibindən geri qalmadığını sübut etdi. Ancaq bir xal fərqlə o məğlub oldu və 5-4 hesabı ilə bu görüşdə İlkin Ağayev qalib gəlir və qələbə İlkin Ağayevə verilir. Azərbaycan çempionatında İlkin Ağayev birinci yerə layiq görülür. Üçüncü boksçular dəvət olunur. Çəksin Allah gücü olan.